Minilliklər ərzində formalaşan zəngin və çoxşaxəli türk mədəniyyəti təbiətlə dərin bağlılığı və azadlıq istəyini əks etdirən əfsanələrlə, qəhrəmanlıq dastanları ilə zəngindir. Türk xalqlarının həyat tərzi və inancları haqqında mühüm məlumat mənbələrindən biri də balballar, qədim daş heykəllərdir. Onları görmək üçün biz Qız Qalası ətrafında yerləşən Sıratağlı Dini Memarlıq Kompleksində, Milli İncəsənət Muzeyində və Milli Azərbaycan Tarixi Muzeyində oldu. Balbal sözünə Orxan Yenisi daşüstü abidələrində rast gəlir. Bu sözün etimologiyasının mənbəyi isə bugün də maraq doğuran məqamlardan biridir. Balbal sözü özü türk sözüdür. Yəni ata, oğul bu anlamlarda, daş ata bu kimi anlamları ifadə eləyir və onların yayılma coğrafiyası çox genişdir. Məsələn, Orta Asiyadan başlayır, gəlir çıxır Almaniya, Ukrayna əraziləri. Daha çox onlar Dəşti Qıpçaq çöllərində, belə deyək, Bozqır mədəniyyətinə aid bir nümunələrdir. Və Azərbaycanda, yəni bizim muzeydə olan daş balballar Şamaxının Çıraxlı kəndi ərazisindən deməli tapılmışdı. 1959-cu ildə bizim görkəmli arxeoloqumuz rəhmətli Cabbar Xəlilovun tapıntılarıdır və onlar 1959-da tapılıb və bizim muzeyə təhvil verilib. Balballar üz cizgilərinə görə fərqlənirlər. Onların simalarında daha çox kişi obrazı təsvir olunub. Daş heykəllərdə burun yeri aydın görsənir, göz hissələr çox qabarıq deyil və əksəriyyətində, xüsusilə də Orta Asiyada yayılanlarda əllərində qədəh görmək mümkündür. Amma ölkəmizdə olan nümunələr təzim formasında daha çox qılıncla, kəmərlə təsvir edilib. Bu daş balbalları nə ilə bağlayırdılar? Onlar deyirdilər ki, bu həm belə deyək, qoruyucu bir obrazı idi, yəni ata obrazı idi, böyük bir ağsaqqal obrazı idi. Həm bu mənada deyirdilər, yəni digər bir mənada deyirdilər ki, məsələn, ölmüş döyüşçünün ruhunu daşıyırdı. Məsələn, hansısa bir döyüşçü, türk döyüşçüsü belə deyək, düşməni öldürürdüsə, onun ruhunu keçirirdilər bu balballara və onu belə deyək, əks etdirirdilər. Orta əsrlərdə baba adlanan əcdadların fiqurları müxtəlif xalqların yaşayış məskənlərinin sərhədlərini müəyyən edən nişanə rolunu oynayırdı. Təbii ki, o dövrdə balbalların funksiyaları bununla yekunlaşmırdı. Bəziləri deyirdilər ki, məsələn, hansısa dəfn mərasimində bu balbalları ucaldırdılar ki, o ayini icra eləsinlər. Yəni, şaman müvəqqəti olaraq, belə deyək, ölən insanın ruhunu keçirdirdi daşa, bu balbala və o öz dəfn mərasimini izləyirdi. Bax, belə bir versiyalar var. Başqa bir rəvayətə görə isə balbalların yol uzunu düzülüşü və onların istiqaməti yol nişanını göstərirdi. Bunu qadın heykəllərinə də şamil edirdilər. Ümumilikdə versiyalar müxtəlif olsa da, türk mədəniyyətinin izlərini özündə daşıyan heykəllər əvvəllər daş büt adlanırdı. İqor Polku dastanında da onların adları daş büt olaraq çəkilir. 19-cu əsrdə balbalların xəritəsi hazırlanıb, 1960-cı illərdən etibarən isə sistemli şəkildə tədqiq edilib. Balballar türklərin yaşadığı böyük bir coğrafi ərazidə yayılıb və formalarına görə, üz cizgilərinə, təsvirlərə görə ortaq bir mədəniyyətin hissəsidir. Azərbaycan ərazisində isə balballar daha çox Qarabağ ərazisində tapılıb. Mütəxəssislərin fikrincə, araşdırmalar aparılsa, hələ də dağlıq və meşəlik ərazilərdə onları aşkar etmək mümkündür. Müsalə Məmmədzadə, Xalid Əliyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.